Bu gün mətbəximdə Türkiyə mətbəxinin ən sevimli yeməklərindən biri olan Kayseri yağlaması hazırladım. İnce lavaşların içərisində bol ətli içlik, üzərinə isə sarımsaqlı qatıq tökməklə inanın tam bir möhtəşəm bir ləzzət tadacaqsınız. Bunun üçün 1 stakan ilıq süt, 1 stakan ilıq su, yarım armudu stəkan duru yağ, 1 paket maya, duz və 5-6 stəkana yaxın un əlavə edib yumuşaq xəmir yoğururuq. Xəmir yoğurarkən unu tədricən əlavə edin, çünki unun markası və növünə görə miqdarı dəyişə bilər. Xəmiri tam yoğurduqdan sonra üzərini bağlayıb dinlənməyə qoyuruq. İçli üçün 3 ədəd soğanı xırda doğrayırıq və tavaya 100 qram kərə yağı, 100 qram duru yağ əlavə edib qovurmağa başlayırıq. 3 ədəd bibər və 3 ədəd sarımsağı doğrayıb soğanın üzərinə əlavə edib qovurmağa başlayırıq. Daha sonra 500 qram qıymanı əlavə edib qovurmağa başlayırıq. 3 ədəd pomidoru süzgəcdən keçirdib əlavə edib qarışdırırıq. Zövqə görə duz, qara istiot, qırmızı istiot və paprika əlavə edib qarışdırırıq. 1 xörək qaşığı pomidor salçası, 1 xörək qaşığı bibər salçası əlavə edib bişiririk. Sonda üzərinə yarım dəstə cəfəri xırda-xırda doğrayıb əlavə edirik. İçliyimiz hazırdır. İndi isə xəmiri kündələrə ayıraq. Xəmiri kündələrə ayırdıqdan sonra üzərini bağlayıb 15-20 dəqiqə saxlayırıq. Və ondan sonra oxlov yardımı ilə xəmiri açmağa başlayırıq. Kündələrimizi açıb bitirdikdən sonra yuxalarımızı bişirməyə başlayırıq. On 17-18 ədəd yuxa alındı. Videoda gördüyünüz kimi lavaşların uc hissəsini içliyin yağlı mət hissəsinə batırırıq və lavaşları bir-bir boşqaba düzürük, aralarına içliyi yayırıq. Lavaşların arasına içliyi yayarkən içlik mütləq isti olması vacibdir. 10-11 ədəd lavaşlardan istifadə etdim. Qalan lavaşları isə səhər yeməyində arasına yağ pendir sürtməklə şirin çayla içib nuş edə bilərsiniz. Və budur artıq dadı möhtəşəm olan Kayseri yağlaması yeməyimiz hazırdır. Hazırlayan hər kəsə nuş olsun. Kanalıma abunə olmağı, like etməyi və yorum yazmağı unutmayın.